tələb edirlər ki, sən deməlisən ki, qutardı, bitdi, mən mübarizə aparmayacağam, mən dönürüm. Eşq olsun hamımıza, hamımızı salamlayıram, mübarizə devam, rədd olsun budur, Əliyev hakimiyyəti. Xalqın səsini eşitmir, xalqdan mandat almır, xalqın səsinə hakimiyyətə gəlmir və heç bir halda xalqı dinləmək istəmir. Məndən hər dəfə soruşurlar, belə dedim, əlayam, yaxşıyam. Mənim heç bir halda orada fikrimdən daşındırmaq mümkün olası şey. Bugün İlham Əliyev öz yırtıcı sifətini göstərdi. Məlum oldu ki, o insanlıqdan da uzaqlaşır.